Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, xoş gördük sizləri. Bugün yenə qışa hazırlığımız davam edir. Mövsümü ikən ağ gilas mürəbbəsi hazırlayacağam. Bunu necə hazırlayacağam? Əgər bu sizə də maraqlıdırsa, buyurun izləyin. İlk öncə nə edirəm? Gilasları saplağından ayırıram. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Allah razı olsun deyirəm. Gilasları saplağından ayırdım və bunları təmiz-təmiz yuyuram. Mürəbbələr arasında deyərdim ki, ən sevdiyim mürəbbədir ağ gilas mürəbbəsi. Toxumunu çıxardıram. Düzdür, toxumunu çıxarmaq vaxt aparan işdir, amma çox dadlı olduğu üçün bunu hər il edirəm. Mən gördüyünüz bu şpilkadan çıxardıram ağ gilasın toxumunu. Bunu alarkən gilas üçün ayırıb qoymuşam kənara, yəni bu saça dəyməyib. Belə rahat çıxardıram. Kim necə çıxardır bilmirəm, amma mən bu şpilkadan çox rahat çıxardıram, gördüyünüz kimi. Toxumlarını çıxarıb suya əlavə edirəm, çünki qaralmasın. Tək olduğum üçün, toxumu çıxarmaqda vaxt apardığı üçün suya əlavə edirəm ki, qaralmasın. Artıq toxumlarını çıxartdım və bura 4 kilo şəkər tozu əlavə edirəm. Ağ gilası da az-az əlavə edirəm və üzərinə yenə də şəkər tozu əlavə edirəm. Normalda həmişə su əlavə edirəm, amma bu dəfə ağ gilas suda qaldığı üçün, sulu olduğu üçün mən buna su əlavə etməyəcəm. Sadəcə bu formada şəkər tozunu əlavə edirəm ki, öz suyu çıxsın. Dörd kilo toxumu çıxmış ağ gilasdır. 4 kilo da şəkər tozu əlavə etdim. Artıq suyu çıxıb gördüyünüz kimi bunu ocağın üzərinə qoyuram bişməyə. Gördüyünüz kimi qaynayır, kəfi çıxıb, kəfini yığıram. Kim necə hazırlayır bilmirəm, amma belə mənə daha asandır hazırlamaq. Kəfini yığıram və dadına dad qatsın deyə, qeyri-adi bir dad olsun deyə vanil əlavə edəcəm. Bilmirəm siz bunu istifadə etmisiniz yoxsa yox. Əgər etməmsinizsə mütləq edin, çünki fərqli bir dad alınır. Mən qonaqlıqların birində bunu yedim, dadına baxdım, çox bəyəndiyim üçün və soruşdum və özüm də bunu artıq 2 ildir ki, vanil qataraq bişirirəm. Düzdür, sadə də bişirirəm, qozla da bişirirəm, amma vanillə bir başqa bir dad olur. Çox bəyənirəm vanillə hazır olanda. Ona görə də bir paçka vanil əlavə etdim. Gördüyünüz kimi artıq mürəbbəmiz bişib, hazır olub, suyu da qatılaşıb. Suyundan qoymuşdum kənara ki, soyusun, artıq qatılaşıb. Mürəbbəmizi kənara çəkdim və tavamızı bu formada sirkələyirəm ki, kəfi tam ortalığa yığılsın və salfetka ilə bunu götürüm. Məncə salfetka ən asan üsuldur kəf yığmaq üçün, həm də təmiz yığır. Kəfimizi də yığdıq və bunu qaba əlavə edib sizlərə göstərirəm necə dəndən bişdiyini. Və bunları bankaya yığıram. Dediyim kimi asan və tez başa gələn ağ gilas mürəbbəmiz hazır oldu dəyərli izləyicilərimiz.
Hal-hazırda ağgilasın mövsümüdür. Bunu hər kəs hazırlasın. Əgər vanili sevirsinizsə, vanillə də bir prob edin. Çünki çox dadlı, ləzzətli alınır. Bəli, dəyərli izləyicilərimiz, bir faydalı videonun daha sonuna gəldik. Paylaşdığım videolar kimlərəsə fayda olursa, videolarımı izləyərkən bəyənməyi unutmayın. Hazırlayacaq olan hər kəsə nuş olsun, mənə də xoş olsun. Allah'a əmanət olun.